Salam değerli izleyiciler. Azerbaycan Ermənistana bununla bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyevin Azərbaycan Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı zamanı səsləndirdiyi bəzi nüansları diqqətinizə çatdırıram. Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb. Bugün yeni mərhələ başlayır. Hətta deyərdim ki, yeni dövr başlayıb. Azərbaycanla Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi 2 il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir. İlham Əliyevin sözlərinə görə Amerika Prezidenti Trump'ın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasındakı rolu ən yüksək qiymətə layiqdir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Stat. Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə bu həm də Azərbaycanla Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir.